salonda mərkəzi. Əlbəttə, qalib gəlmək heç olmadı. Sadəcə, bəlkə daha çox dadlı yaratmaq lazım idi, bunu edə bilmədik çünki şərait belə idi. İstər-istəməz takımın gelişi işdə yaxşı deyildi. Suyunu örtük, hava şəraitini sulamalı problem oldu. Su vuranlar deyil, belə getmişlər, yoxdurlar, orada meydançanı sulamalar. Ümumən belə futbola işləri tutarmışdı bir saatlar. Sadəcə futbola belə deyək də əks olan hər şey var idi. Vaxt keçirmək, ümumən də belə niyə bunlar deyirəm? Sadəcə ona görə yox ki, biz qalib gəlmədik. Ümumən belə şəraitdə futbol oynamaq fikirləşmək rahat deyil. Boşların üzərində biləsi bir şey yoxdur. Çünki sən istəyirsən topu sürətini artırmağa alınmır. Sən istəyirsən oyun dayanmasın, mümkün deyil. Bir qapçı gecikir, bir qapçı yatır, bir oyuncu yıxılır. Biraz da hakimlə onlara qoşulmuşdur, belə deyək. Sadəcə oyun belə oturub gözlədiyim nə vaxt tutaracaqlar, nə vaxt bitəcək. Buna görə belə bir qədər deyiləcək bir fikir yoxdur. Bazılara bunlar hazırlayıram, gerçək mənbasında bunlar hazırlayıram. Sadəcə belə deyək ki, futboldan həzz alınacaq bir şey yox idi. Olur oyunlar, məğlub olursan, bərabərliyə qalırsan. Amma oyunda mübarizə, oyunda dinamika, oyunda sürət bunlar olur. Amma bugün deyəcək bir şey yoxdur. Bir də ki, deyirlər ki, bu qədər qol oldu, istifadə edilmədik. Yəni, bunlar hamısı texniki səhvlər idi. O da meydança anında burada